Burada ciddi bir fərqindəlik məsələsi var. Bayaq xanım üst örtülü işarə elədi. Bizdə cəmiyyətdə, bu tək bizim cəmiyyətə aid deyilsin, bu Avropada da belədir. Mən bura gəlməmişdən qabaq bir TED çıxışa qulaq asdım. Orada çıxış edən belə bir çox maraqlı bir nüansı qeyd elədi ki, bizdə adətən belə bir yanlış təsəvvür var ki, gender məsələsi sırf qadınlara məxsus məsələdir. Bu ancaq qadınların aralarında müzakirə olunan, qadınlar üçün müzakirə olunan məsələdir. Ona görə kişilərdə bir laqeydlik yaranır. Ki, bu qadınların məsələsidir, mənim nəyimə lazımdır. Onlar müzakirə eləsin. Və kişiləri dəvət edəndə burada bir effektliyi yaranmır. Ona görə biz bu fərqindəliyi də yaratmalıyıq ki, gender məsələsi qadınlara məxsus məsələ deyil. Və məntiqlə də bu belədir. Çünki biz nəzərə alsaq ki, aktiv iştirakçı zorakılıq edən aktiv kişidir, o zaman burada birinci növbədə kişi reabilitasiya olmalıdır. Kişi, məsələn, o psixoloji cəhətdən normaldır, müalicə olmalıdır. Digər bir məsələ həll istiqamətində burada biraz da fəlsəfə bilmək lazımdır. Çünki aktivist, bu sahədə çıxış edən bir insan müəyyən qədər bir fəlsəfəni də bilməlidir ki, məsələyə savadlı yanaşsın. Baxın, bir məsələ var, bu kitablarda bu qeyd olunur, əxlaq fəlsəfəsi kitablarında. Bir dəyər məsələsi var, bir davranış var. Bunu ciddi surətdə birbirindən ayrılır. Bunu nəyə misal gətirir? Məsələn, biz həmişə eşitmişik ki, qız uşaqların dili bastırılması bu ərəb cəmiyyətinə məxsusdur. Lakin mən bu yaxında oxudum, çox təcrübələndim, Eskimoslarda da bu var imiş. Qütblərdə yaşayan Eskimoslarda bu var imiş. Və hamısının ortaq bir özəlliyi var. Nə? Nəyinsə, hansısa təhlükənin qarşısını almaq. Məsələn, Eskimoslar belə fikirləşirlər ki, bu qütblərdə hava şəraiti çox kəskindir. Burada əsas işi görənlər, ovçular, kişilərdir. Qadın əməyinə burada ehtiyac yoxdur. Ona görə ciddi mənada bir qida defisiti olduğu üçün defisiti çatışmazlığı. Burada qız uşaqları tələf olmağı da məruzdur. Ona görə, məsələn, bəziləri müşahibə almışlar Eskimos xanımlardan, 20 uşağı olub, 10'unu öldürüb. Yəni bu həddə 10 qızı öldürüb. Və adamın bir dəyər anlayışı var. O dəyər anlayışı nədir? Yəni mən həqiqətən neynirəm? O qızın daha çox əziyyət çəkməsinə səbəb olmaq istəmir. Və ya bir ərəb nəyə görə öldürürdü uşağı, nəyə görə dirilir basırırdı? Çünki, baxın, 21-ci əsr beyni ilə yanaşmaqda məsələyə. 7-ci əsr təsəvvür edək, o dövr primitiv həyat, insanlar daxmada yaşayırdılar, heç bir cəmiyyət, institut, mühafizə orqanı heç nə yox idi və günün bir yarısında başqa bir qəbilə hücum edib sizin hər şeyinizi qarət edə bilərdi, qızları əsir apara bilərdi. Bu təhlükədən qorunmaq üçün belə bir yanaşma var idi. Yəni, qız uşaqlarına orada dəyər verirlər və çox təəssüflər olsun ki, bu yanaşma Azərbaycanda da var. Yəni, Azərbaycan selektiv abortda bildiğinizdə dünyada birinci yerdədir. Və biz cənuba gedəndə, hərdən cənubda təlimlərdə olanda, orada insanlarla ünsiyyət quranda, onlar bəzi faktlar, dəhşətli faktlar dedilər ki, biz dəhşətə gəldik. Yəni, qız uşağı dünyaya gəlsin və baş sağlığına gedələr o evə, bu çox dəhşətli fakt.